Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə mövzu 36-nın qalanını izah edəcəm. İş vərəqi 3. Təbii fəlakətlər baş verdikdə təhlükəsizliyimizi necə təmin etməliyik? Səhifə 52. Gəlin birinci tapşırığa baxaq. Verilmiş şəkillərə əsaslanaraq tapşırıqları cavablandırın. Zəlzələnin dağıdıcı təsirindən qorumaq üçün düzgün qoruma qaydalarını işarələyin. Burada deməli baxırıq. İlk şəklimizdə stolun altına girərək özünü qoruyur. Bu doğrudur. Burada liftdən istifadə etmək, bu isə yanlışdır. Bu şəkli tam başa düşmədim. Evin içində ora-bura qaçırlar. Məncə bu da yanlış ola bilər. Bu da yanlış ola bilər məncə. Çünki evin içində ora-bura qaçmaq düzgün deyil. Zəlzələ zamanı başlarına nəsə düşə bilər. Bu da məncə yanlışdır. Çünki qapının qarşısında durur. Burada pəncərəyə yaxın durub və pəncərə şüşə qırılır. Ona görə bunu da yanlış götürürük. Və sonuncu şəkildə isə maşınla körpünün altından keçir. Bu da yanlışdır. Çünki körpü hər an dağıla bilər və maşının üstünə düşə bilər. Zəlzələ müddətində yerinə yetirməli və uzaq qalmalı olduğumuz davranışlardan hər birinə aid 2 nümunəni izah edin. Stolun altına girib başı qorumaq. Bu bizi dağıntıların başımıza düşməsinin qarşısını alacaq. Yəni, əgər nəsə düşsə, o zaman stolun üstünə düşəndə özümüzü qismən də qoruyuruq. Və təmkinli olmaq lazımdır. Panikaya düşmək lazım deyil. Bunları etməliyik. İndi uzaq qalmalı olduğumuz davranışlar. Liftdən istifadə etməməliyik. Çünki lift ilişib qala bilər və orada qala bilərik. Şüşə və pəncərə yaxınında da durmamalıyıq. Çünki şüşə qırılıb bizə xəsarət yetirə bilər və çoxlu yaralara səbəb ola bilər. Tapşırıq 2. Təbii fəlakətlərdən zərər çəkməmək üçün verilən ifadələrdən doğru olanları işarələyin. Yardım çantasının və ləvazimatların mövcud olması. Bu doğru fikirdir. Buradan doğruya qoyuruq işarəni. Bayıra qaçıb yüksək səslə bağırmaq. Bu isə yanlışdır. Hər bir fəlakətin özünə məxsus təlimatı ilə tanış olmaq. Bu isə doğru fikirdir. Elektrik avadanlıqları, sobanı və s. açıq qoymaq. Bu isə yanlışdır. Yerli idarəetmə orqanları təlimatına əsasən təhlükəsiz yerlərdə gözləmək. Bu isə doğru fikirdir. Bugünkü dərsimizdən bu qədər dostlar. Hələlik.